Azərbaycan və Özbəkistan Respublikalarının xalq artisti, gözəl səsiyle, sənətiyle iştirak elədiyi bütün şənliklərə, tədbirlərə xüsusi bir rəng qatan, gözəl, istedadlı xanəndəmiz Gülyanaq Məmmədova, alqışlarınızla. Xoş gördük, hər vaxtınız xeyir olsun. Əziz dostlar, dəyərli qonaqlar, hörmətli mətbuat media nümayəndələri, telejurnalistlərimiz, operatorlar, bu gözəl günümüzə təşrif buyuran bütün qonaqlarımız, xoş gəlib, səfalar gətirmişsiniz. Gəldiyiniz üçün öncədən vaxt ayırıb, zaman ayırıb, diqqətinizə görə bugün bizimlə olduğunuz üçün hər birinizə dərin təşəkkürümüzü bildiririk. Bugünkü məqsədimiz sizə məlumdur. Bəli, səbəbi çox məkanındayıq. Öncəliklə bu məkanın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Əzizimiz, hörmətli Ruslan müəllim başda olmaqla hər bir heyətinə, kollektivinə bugünü bizə buranı ayırdıqları üçün təşəkkürümü bildirirəm. Və bugünkü təqdimatımızı bütün məsuliyyəti öz üzərində, öz çiyinlərində daşıyan, təşkil edən mənim əzizim, dəyərli qardaşım Ayırbi Günəş Televiziyasının direktoru, hörmətli Məhsun Məhsimova təşəkkürümü bildirirəm ki, məhz bütün təqdimatı boyunca bütün məsuliyyəti təşkilatçılığı öz üzərinə götürdü, bizə əziyyət vermədən. Çox sağ olun Məhsun müəllim, var olasınız. Əzizlərimiz, məqsədimiz sizə bəllidir. Ekranlardan gördüyünüz kimi Turan Marşı adlanan gözəl bir əsərimiz, klipimiz baş tutub və bugün bunu sizə təqdim etmək üçün bir aradayıq. Mədəniyyət Nazirliyimizin dəstəyi ilə tarixi, memarlıq və mədəniyyət abidələrinin təbliğatı layihəsi çərçivəsində milli mədəni irsimizin qorunması layihəsi çərçivəsində bu klip ortaya gəlib. Mən öncə Gülyaz xanım, Azərbaycanımızın xalq artisti, Akademik Opera Balet Teatrının Leylisi, Şahsənənin xalq artistimiz Gülyaz xanımı niyə dəvət edirəm? Biz klipi də birgə layihəmizdə işləmişik, ifa etmişik. Ona görə Gülyaz xanım səhnəmizdə mənim yanımda olmalıdır ki, mənim onun yanımda daha doğrusu. Layihə rəhbəri, əzizimiz, telejurnalistimiz, hörmətli, dəyərli bacımız Səidə İbrahimovanı səhnəmizə dəvət edirəm. Səidə xanım, buyurun əzizim, xoş gəldiniz. Mənim əzizlərim, bəli, mahnımız yarandı. Necə yarandı? Gözəl yarandı. Sözə vuruldum, musiqiyə vuruldum. Ona görə çox böyük sevgi ilə, çox böyük məmnuniyyətlə dəyərli şairə bacımız, cənab prezidentimizin Tərəqqi medalı mükafatçısı, Vidi Bazar qəzetinin redaktoru, bir çox kitablar müəllifi, vətənpərvər şairə Nəsibə İsrafil qızını səhnəyə dəvət edirəm alqışlarınızla. Xoş gəldiniz əziz bacım. Bəstəkar və aranjmançı əziz qardaşım Fərahim Sadiqi alqışlarınızla dəvət edəcəm. Quruluşçu operatorumuz, rejissorumuz, dəyərli qardaşımız Faiq Əliyevi də bura dəvət etmək istəyirəm. Buyurun Faiq müəllim, xoş gəldiniz. Bax, bu qısa ortamda burada texniki heyət də var. Onlara da buradan təşəkkürümüzü bildiririk. Yaradıcı heyət qarşınızdadır. İstərdim öncə yaradıcı heyətin bu çəkilişlərdə müəyyən məqamları, enişi, yoxuşu, necə ilk dəfə olaraq Əlincə qalasına üz tutduq, necə çətinliklərlə, əziyyətlərlə yaradıcı heyət ilk olaraq onları dindirək, ondan sonra sizə klipimizi təqdim edək. Buyurun. Hansımızdan? Layihə rəhbərimizdən başlayaq. Musiqi müəllim, qoy biraz ürəklənsinlər. Hamıya təşəkkür edirəm. Bugün bizi tək qoymadınız, yanımızdasınız. Çünki bu dəstək bizi ruhlandırır ki, bu cür layihələrin ardı gəlsin. Ümumiyyətlə, mən bu layihə, bu ideyanı təklif edəndə
fikirləşdim ki, bunu tək eləmək olmaz təbii ki. Və bugün Mədəniyyət Nazirliyimizin gördüyü işlər göz önündədir. Yeni layihələri hər zaman dəstəkləyir və mədəni abidələrimizin, mədəni irs abidələrinin qorunması, təbliğatı, təqdimatı, bu sahədə bir sıra nazirlik silsilə tədbirlər keçirir və düşündük ki, biz niyə eləməyək? Uzun bir televiziya tarixində sözün deyən bir jurnalist, bir rejissor və yaxud da şairəmiz, bizim musiqiçilərimiz niyə də eləməyək? Və fikirləşdik ki, hara? Təbii ki, bu cür qalalarda, abidələrdə çox kliplər, musiqi nömrələri, filmlər çəkilir. Amma yəni etiraf eləyək ki, Naxçıvana son vaxtlarda nə vaxt üst tutmuşuq, nə vaxt hansı abidəyə gedib oradan bir şey biz çəkmişik və təqdim eləmişik. Və Nazirliyin dəstəyi ilə bizim bir Naxçıvana səfərimiz oldu. Orada o abidələri biz ziyarət elədik. Doğrusu gələndən ürəyimdə qaldı ki, Əlincə qalanın möhtəşəmliyi nə gözəl imiş. Onun tarixini hələ demirəm. Uzun, keşməkeşli bir tarixi olub. 14 il təslim olmayan bir qalada biz niyə bu gün bunu təbliğ eləməyək, təqdim eləməyək? Və o fikirdən, o ideyadan mən Gülhana xanıma müraciət elədim. Çox böyük oturduq, fikirləşdik ki, bu möhtəşəm bir yerdə biz hansı mahnını çəkək, nəyi çəkək ki, həm o əzəməti, həm tariximizi, kökümüzü, qəhrəmanlığımızı təqdim edə bilək. Və bu mahnı təqdim olundu. Mən istərdim indi Nəsibə xanımı dindirək. Çünki Nəsibə xanımın vətənpərvər şairi elə belə demədim. Türksoy mahnının sözləri də Nəsibə xanıma məxsusdur. Bu yaxınlarda bütöv Azərbaycan şeirinə də mahnımız hazırlanır Fərahim Sadiq bəstəkarı olaraq. Və mən deyərdim ki, bu günləri bizi birləşdirən Turanımıza eşq olsun, Türk dünyamıza, Türk dövlətlərinə eşq olsun. Bu birliyimiz daim yaşasın, var olsun. Onu öz şeirlərində əks etdirən Nəsibə xanımı istəyirəm sözü verim. Çünki bu günləri necə biz çırpınırdın Qara Dəniz mahnısında deyirik. Bəli, biz Qarabağda bayrağımızı astıq. Amma inşallah hər zaman son cümləsində deyirik, Turanda asılacaq Türkün bayrağı deyərək səslənirik. Bəli, ona görə də mən bu əlbəttə ki, böyük alqışlara layiqdir. Biz arzu edirik ki, elə Turanımızda bayrağımızı asaq. Bu gündən Turan marşı olaraq biz elə birbaşa yollanacağıq. Bütün Türk dövlətləri Turanda bayrağımız asılacaq və biz bundan Türk dünyamızın birliyi ilə dünyaya səs alacağıq. Türk dünyasına eşq olsun, dünya Türk'ün olacaq deyirik. Buyursun Nəsibə xanım, bütün bunları öz şeirlərində əks etdirən Nəsibə xanım. Salam əzizlərim. Çox həyəcanlıyam. Həqiqətən çox sevincliyəm, çox xoşbəxtəm. Sizlərin qarşısında belə bir klipi təqdim eləmək təbii ki, məsuliyyətdir. Söz, musiqi, ağırlıq çiynimdədir. Amma mən hər iki böyük sənətkarımıza təşəkkür eləyirəm. Çünki möhtəşəm ifa, möhtəşəm gözəllik yaratdı və bu ifa mənim demək olar ki, çox bəxtəvər etdi. Çünki xalqımı, millətimi sevən birisiyəm. Bilirsiniz ki, ömrümün 50 ilinin 50'sini də vətənə, xalqa, millətə sərf eləmişəm. Amma mən klip haqqında heç nə demək istəmirəm, özünüz görəcəksiniz. Və məni burada vətənpərvər şairi edən prezidentimizə Allah can sağlığı versin. Mən bu medalla sizin qarşınıza çıxdım. Allah ona uzun ömür versin. Biri mənə şair kimi təqdim olunub, digəri isə jurnalist kimi. Bu hər iki ağırlıq çiynimdədir. Çalışacağım ki, bir ömür boyu vətənimə, xalqıma, millətimə beləcə xidmət edim. Mən Turana gönül verən hər kəsi salamlayıram. Bu yolda olanlara, bu müqəddəs yolda, bu şərəfli yolda olanların hər birini salamlayıram. Sayın Dayıvi, sayılı dəyər burada səfirimizin xanımı da iştirak edir. Salam olsun, biz bəli, tək millətik, iki dövlətik, Allah var eləsin. Bu günləri mən düşünürəm ki, həm Azərbaycanın, həm Özbəkistanın xalq artisti olaraq, Türkmənistan dövlətinin prezidentinin 6 nəsr yenicisi Qızıl Medal mükafatçısı olaraq qürurluyam və düşünürəm ki, inşallah ki, bizim dövlət başçılarımızın, başda liderlərimiz
Cənab Erdoğan bəy olmaqla, Cənab Prezidentimiz İlham Əliyev olmaqla, bütün Türk dünyasının dövlət başçılarının birliyi ilə biz daim bir olacağıq, var olacağıq. Hər birinə buradan sevgi və hörmət hissi ilə alqışlarımızı veririk. Bizim qədim abidələrimizin, dövlət tərəfindən qorunan abidələrimizin tanıtımı və incəsənət nümayəndələri tərəfindən təbliğatı daha da tanıtımı vacibdir. Bütün dünya bilməlidir ki, bizim ölkəmizin nə qədər qədim abidələri var. Və qısaca olaraq onu demək istəyirəm ki, orada bizi Səidə xanım aldatdı, çıxartdı o 2000 pilləni və çıxdıq biz oraya, amma qürur duyduq ki, oradan bütün Naxçıvanımız, Azərbaycanımız görsənirdi, nə qədər möhtəşəm idi. Ki, diqqətinizə çatdırmaq istəyirəm ki, çünki o klip elə bir qalada çəkilir ki, bəli, tarixdə məlumdur ki, ora məğlub edilməz bir qaladır. Və eyni zamanda keçən il bizim təşəbbüsümüzlə ora Şəhidlər Zirvəsi adı verildi. Bütün Azərbaycan torpaqları uğrunda azadlıqla şəhid olanların zirvəsini Turan marşı fəth etdi və sizləri təbrik edirəm, alqışlar. Buyurun. Yaşasın Turan, var
Yaşasın Turan, var olsun Buran, Türk'ü korusun uca yaradan. Yaşasın Turan, var olsun Turan,